Görəsən bu diri qızdır yoxsa robotdur? Sizcə? Hər kəs salamlayıram. Bugün gəlmişəm. Səhiyyə aid böyük texnoloji sərgiyə. Hər şey tibbə aiddir burada. Sentyabrda keçirilən sərgidə reabilitasiya üçün ən son texnologiyalar nümayiş etdirilirdi. Ağıllı protezlər, robotlaşdırılmış sistemlər və bədən hərəkətini bərpa edən innovativ avadanlıqlar, problemlərə kifayət qədər ağıllı çözümlər var idi. Çinin ən böyük şirkətləri iştirak edirdi bu sərgidə. Hər yerdə özümə bir dənə dost tapıram. Çinlilərin səmimiyyətindən mən çox danışıram, hər şeyə vurğulayıram ki, çox səmimidirlər. İstəyirsən yoxlamağa otur yoxla, istəyirsən sürməyə otur sür. Həmçinin böyük çeşiddə əlil arabaları, xəstəxana çarpayıları və tibbi avadanlıq nümayiş etdirilirdi. Kifayət qədər xarici və daxili qonaqlar var idi. Ümumiyyətlə bu sahəni izləyənə, bu sahəyə aid olanlar üçün çox gözəl bir şans idi. Gördüyünüz kimi masaj avadanlıqları da var idi. Onları mən istifadə elədim səmərəli. Pilləkənləri özü düşə bilən əlil arabası çox insanları ətrafına toplamışdı. Maraqlı idi məncə. Qiymətini bilmirəm, öncədən deyim, soruşmadım. Sərgidən olan videolarda heç nə təklif etmirəm, sadəcə göstərirəm. Dostlar, məni izləyin. Abunə olmayanlar abunə olun. Onlar da maraqlı olar. Bu maraqlı deyil, başqası maraqlı olar. Mən Çindən videolar çəkirəm, yeməkdən çəkirəm. Çoxdan da yeməyim olmayıb. Yaxınlarda çəkərəm. Sərgilərdən video çəkirəm, Çində həyatdan video çəkirəm. Bir də B2B xidmət göstərirəm hər növ. Əlaqə saxlayın, danışaq. Bay bay.